Hər sağınız aydın olsun əziz izləyicilər. Ağsaqqal sözü verilişinin növbəti sayında hər birinizi xoş gördük. Ekran qarşısında əyləşən izləyicilərimiz üçün bildirim ki, bugünkü verilişimizi Çiçin İnzibati Ərazi Dairəsinin Təngialtı kəndindən hazırlamışıq. Elə auditoriyamızda həmin İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin sakinləridir. Auditoriyamızda salamlayıram. Verilişimizin qonaqları Quba rayon Ağsaqqallar Şurasının sədr müavini, əməkdar jurnalist Qəhrəman Qasımov, Rizvan Cəbrayılov adına Təngialtı Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin direktoru Nuranə Mustafayeva və Çiçin İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Nurlan Orucəliyevdir. Bugünkü verilişimizin mövzusu yeniyetmələri uçuruma aparan vərdişlərdir. Bütün dövrlərin ən aktual məsələlərindən olan sağlam həyat tərzi anlayışı artıq uzun illərdir ki, müzakirə olunan mövzulardandır. Sağlam həyat tərzinin şərtlərindən biri də zərərli vərdişlərdən uzaq olmaqdır. Son vaxtlar dünyada yeniyetmə və gənclər arasında təəssüf ki, zərərli vərdişlərə alüdə halları, xüsusən məktəblər arasında siqaretə, spirtli və energetik içkilərə, hətta çox təəssüf ki, narkotik vasitələrə belə meyillilik günü-gündən artır. Ölkəmizin gələcəyi əlbəttə ki, bugünkü yeniyetmə və gənclərdən asılıdır. Qəhrəman müəllim, istəyirəm ilk sualımı sizə verim. Biraz əvvəl də dediyim ki, ölkəmizin gələcəyi bugünkü yeniyetmə və gənclərdən asılıdır. Ancaq zərərli vərdişlərin alüdəsi olan və özünə faydası olmayan gənc sabah necə vətəninə layiqli vətəndaş kimi yetişə bilər? Bax, bunu istəyirəm münasibət bildirəsiniz. Azərbaycanın Avropaya çox geniş şəkildə inteqrasiya etdiyi bir dövrdə bugünkü gənclik qarşısında çox mühüm bir vəzifələr durur. Lakin bir məsələni qeyd etmək çox vacibdir ki, nə qədər demokratik təsisatlar artsa da, Azərbaycanın Avropaya inteqrasiyası güclənsə də, bizə eyni zamanda Qərb ölkələrindən bizim gəncliyə ziyanlı vərdişlərin gətirilməsi də çoxalıb. Bu ziyanlı vərdişlər hansılardır? Bugün səmimi etiraf etmək lazımdır ki, bugünkü gəncliyin beynəlxalq aləmə, internet resurslarına, müxtəlif saytlara çıxışları nə qədər çoxdursa, bir o qədər də bu saytlardan, bu internet resurslarından, beynəlxalq aləmdən mənfi məsələləri əxs etmək məsələləri də çoxdur. Bu ziyanlı vərdişlərdən ən başlıcası birinci spirtli içkilərin, narkotik maddələrə alüdəçilik, eləcə də bir çox energetik içkilər ki var, o energetik içkilərdən geniş şəkildə istifadə olunması bugün hər bir vətəndaşı, hər bir müəllimi, hər bir ağsaqqalı çox ciddi narahat edən bir məsələdir. Bugünkü gənclik bizim sabahki dövlətimizin qurucusu, sabahki Azərbaycan əskəridir. Onların sağlam böyüməsi, milli vətənpərvər ruhda tərbiyə alması və eyni zamanda sağlam yetişməsi bugün hamımızın bir nömrəli məsələsidir. Ancaq təəssüf ki, uşaqlara, gənclərə olan zərərli vərdişlər də həddindən artıq çoxdur. Və hər birimiz çalışmalıyıq ki, onların qarşısını birgə alaq. Bunun üçün ağsaqqallar, ağbirçəklər, pedaqoji kollektivlər, ağlı kəsən hər kəs öz övladına, gələcək nəslə əgər doğrudan da sevgisi, duyğusu, məhəbbəti varsa, o pis vərdişlərdən onların uzaq olması üçün əlindən gələni əsirgəməməlidir. Çox sağ olun, Qəhrəman müəllim. Zərərli vasitələrdən istifadə adətən yeniyetməlik dövründən başlayır. Bu vasitələrin yeniyetmələrin həyatına daxil olmaması üçün ailə və məktəb birgə işləməlidir. Nuranə müəllimə, sizinlə davam eləmək istəyirəm. Bax, zərərli vərdişlərə qarşı məktəbinizdə şagirdlərlə birgə dəyirmi məsalar və ya seminarlar təşkil edirsinizmi? Ümumiyyətlə, hansı maarifləndirici tədbirlər aparırsınız? Bəli, Elçin müəllim, biz məktəbimizdə zərərli vərdişlər haqqında mütəmadi olaraq həkimlərlə, icra nümayəndələrlə birlikdə, psixoloqla birlikdə dəyirmi masalar, seminarlar və görüşlər təşkil edirik. Şagirdlərlə mütəmadi bu tədbirlərin keçirilməsi üçün valideynlər iclası hətta keçiririk. Valideynlərlə mütəmadi biz olaraq əlaqədə olub bu tövsiyələrimizi veririk və mən inanıram ki, bizim şagirdlərimiz sağlam həyat tərzi üçün
bu baxımdan zərərli vərdişlərdən uzaq dururlar. Nə xoş ki, bizim məktəbimizdə belə tədbirlər, silsiləli şəkildə maarifləndirici söhbətlərlə ki, biz bunları tədbir kimi keçiririk. Hətta biz tənəffüs zamanı şagirdlərimizlə məktəbin həyətində, dəhlizdə, psixoloqun otağında, psixoloqla mütəmadi olaraq biz uşaqlarla maraqlanırıq yaxından, onların valideynlərini dəvət edirik, vaxtaşırı onlarla söhbətlər aparırıq. Yəni məktəb valideyn əməkdaşlığını davam etdiririk. Çox sağ olun müəllimə. Ekspertlərin fikrincə, ailədə əgər ata siqaret çəkirsə, böyük ehtimalla övlad da böyüdükdə əsasən də oğlan uşaqları siqaret çəkən olurlar. Çünki uşaqlar adətən özünə yaxın olan adamlara oxşamaq istəyirlər. Belə olduqda isə uşaq valideynlərindən siqaret çəkməsini doğru bilir və bunun zərərlərinə xəbərsiz halda onun istifadəsinə başlayır. Sonra valideyn istəsə belə övladı bu zərərli vərdişdən qurtara bilmir. Qəhrəman müəllim, bax bu halın baş verməməsi üçün sizcə valideyn nə etməlidir? Bugünkü gəncliyin də ilkin tərbiyəsi təbii ki, evdən və məktəbdən başlayır. Təbii ki, bu kimi zərərli vərdişlərdən uşaqları uzaqlaşdırmaq üçün ilk növbədə təbliğatı iş çox geniş aparılmalıdır. Az yaşlı, məktəbli, gənc, gündəlik internet resurslarında, eyni zamanda evdə, ailəsində nəyi görürsə, onu özü üçün bir həyat meyarı kimi, bir ölçü kimi qəbul edir. Əgər təbii ki, ata evdə siqaret çəkirsə, az yaşlı uşağın yanında, bunu uşaq özü üçün bir gündəlik bir vərdişə çevrilir. Çox təəssüf ki, hazırda gənclər arasında xüsusilə siqaretə çox böyük meyillilik var. Bu məktəblilər arasında da geniş istirahətlənib. Ona görə bu kimi halların qarşısını almaq üçün birinci valideynlər hər kəs öz evindən başlamalıdır. Uşaqların yanında siqaret çəkmək, ümumiyyətlə siqaretdən imtina etmək lazımdır. Bir nəfər öz tələbatını ödəmək üçün gör nə qədər insanı zəhərləyir. Və buna görə də bunun qarşısını almaq üçün ictimai qınaqdan geniş istifadə olunmalıdır. Bunun üçün utanmaq lazım deyil. Hamı bir-birinə bunu qınaq kimi fikrin bildirməlidir. Və belə olarsa, əgər ictimai qınaq çoxalarsa, təbii ki, bu kimi mənfi halların qarşısını almaq xeyli rahat olar. Çox sağ olun, Qəhrəman müəllim. Məktəblərin yaxınlığında müxtəlif energetik içkilərin və siqaretlərin satıldığı köşklərin yerləşməsi uşaqların sağlam inkişafına ciddi təhlükə yaradır. Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi hesabata görə siqaret satışı köşklərinin məktəblərin yaxınlığında olması yeniyetmələrdə siqaret çəkməyə başlama riskini 64% artırır. Və sizcə belə obyektlərin təhsil müəssisələrinə yaxın ərazilərdə yerləşməsi uşaqların sağlamlığına və gələcəyinə nə dərəcədə təhdid törədir? Bəli, bu uşaqlarda bu obyektlərin məktəblərin yaxınlığında yerləşməsi həvəs yaradır. Qəhrəman müəllim dediyi kimi, biz məktəb olaraq düzdür, üzərimizə düşən missiyanı yerinə yetiririk, amma əlbəttə ki, valideynlərimiz məktəbdən möcüzə gözləyir. Amma özləri valideyn olaraq uşağına deyir ki, get dükandan bunu götür, gətir, bunu qoy. Əlbəttə ki, o da insan olaraq, uşaqda fərd olaraq belə yanaşma tərzi, yəni formalaşır ki, yaxşıdır ki, bundan bizim atamız, ya dayımız, qohumumuz, yaxınımız istifadə edir. Bir baxaq görək ki, bizə də bunun nə kimi xeyri var, faydası var. Amma tam əksinə, mən həmişə şagirdlərimizə deyirəm ki, yəni bəzən də elə olur ki, düzdür, sizin valideynləriniz məktəbdə həmişə göstərir ki, məktəbdə uşağa tərbiyə vermək lazımdır. Amma mən deyirəm ki, evdə valideyn uşağın aynasıdır. Uşaq tərbiyəni evdən götürür və gəlir məktəbdə bizə tətbiq edir. Ona görə də valideynlər arasında təbliğatlar aparmaq lazımdır. Məktəblə valideyn əməkdaşlığı yaradılmalıdır. O cümlədən nəinki o şəxs bilməlidir ki, nəinki onun özünə ziyandır, hətta onun həyatına, ətrafına, yəni gələcəyinə, bir gənc nəsil kimi yetişməsinə, yəni ziyandır. Əlbəttə ki, biz sağlam həyat deyiriksə, sağlam bədəndə sağlam ruh olar və biz buradan başlamalıyıq. Mən belə düşünürəm. Çox sağ olun müəllimə. Fyodor Dostoyevski qələmə aldığı Qumarbaz əsərində deyirdi ki, insan təbiətcə vəhşidir və o əzab verməyi sevir. İndi siz təsəvvür edin ki, zərərli vərdişlərin aludəçisi olan insan nə dərəcədə vəhşiləşir və o bu yolla nəinki özünə,
həm valideynlərinə, ətrafına, sosial həyatına, hətta gələcəkdə dünya gələcək körpələrinə belə əzab vermiş olur. Bu mənada valideynlərin və müəllimlərin üzərinə böyük vəzifə düşür. Həmçinin də ağsaqqallarımızın. Belə ki, həm evdə, həm də orta məktəblərdə yeniyetmələr üzərində ciddi nəzarət artırılmalı və zərərli vərdişlərə qarşı əks təbliğat mexanizmi gücləndirilməlidir. Qəhrəman müəllim, Nuranə müəllimə, bax bu dediklərimə sizin də fikirlərinizi əlavə etməyinizi istəyərdim. Gəlin sizdən başlayaq. Çox təəssüf ki, dünyanın ən inkişaf etmiş dövlətlərindən Fransada, Danimarkada, Norveçdə energetik içkilərin satışına qadağa qoyulur. Hətta Fransada energetik içkilər reseptlə satılır. Ancaq təəssüf ki, bizdə bugün energetik içkilərin çox böyük təbliğatı gedir. Və bunu da uşaq görür də, indi səmimi etiraf eləmək lazımdır. İkinci bir məsələ, hər bir valideynin öz uşağının gələcəyi üçün, çünki bu sağlam həyat tərzi məfhumu çox geniş məfhumdur. Bu təkcə energetik içki ilə, spirtli içkinin qəbulu ilə, narkotik vasitələrindən istifadə ilə bitmir. Sağlam həyat tərzi, biz ağsaqqallar, valideynlər uşaqları bu vərdişlərdən uzaqlaşdırmaq üçün onların sərbəst vaxtlarının təşkilinə xüsusi fikir vermək lazımdır. Yəni, idman yarışlarının təşkili, idman dərslərinin daha canlı keçirilməsi, bu kimi məsələlər əgər məktəblərdə, məktəbdən sonraki saatlarda, evdə, ictimaiyyət arasında geniş təbliğ olunarsa və ilk növbədə həmçinin ağsaqqallar bu sahəyə çox diqqətlə fikir yönəldərlərsə, mənə belə gəlir ki, zərərli vərdişlərdən uzaqlaşmaq olar. Çox sağ olun, Qəhrəman müəllim. Nuranə müəllim, sizin fikirləriniz? Mən tam razıyam Qəhrəman müəllimlə. Bəli, uşaqlar dərsdən sonra vaxtlarını səmərəli istifadə etmək üçün onları rəsmə, dəstənkənar məşğələlərə, sonra musiqiyə, yəni digər peşələrə yönətsələr valideyn olaraq, onların marağına daha da təsir göstərər və onların vaxtı olmaz ki, əlavə zərərli vərdişlər haqqında fikirləşsin. Mən nə deyə bilərdim? Biz məktəb olaraq təbii ki, əlimizdən gələni edirik, Elçin müəllim, və etməkdə də öz missiyamızı davam edirik. Mən bir müəllim olaraq dərs ərəfəsində də, 1:45 dəqiqələrimizdə də şagirdlərimizə mənimsətməyə çalışırıq, öyrədirik, o istiqamətdə yol veririk və söhbətlər aparırıq, maarifləndirici. Ona görə də mən düşünürəm ki, bəli, tək məktəb olaraq yox, valideyn də məktəblə sıx əlaqədə olaraq biz bu təbliğatı aparmalıyıq və sağlam həyat tərzini biz gənc nəsilimizə ötürməliyik. Çox sağ olun, müəllimə, geniş məlumat üçün. Verilişimizin sonuna yaxınlaşırıq. Ona görə də elə istəyirəm sözü Çiçin İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Nurlan Orucəliyevə verim. Buyurun Nurlan müəllim, sizin. Sağ olun, Elçin müəllim. Mən də hamınızı salamlayıram, hamınız xoş gəlmişsiniz. Bu tədbirin təşkil olunmasında başda rayon icra hakimiyyətinin başçısı cənab İlqar Mahmudoğlu özlərinin təşəkkürümüzü bildiririk. Həmçinin Qafqaz TV rəhbərliyinin onun əməkdaşlarını. Artıq bizdə ikinci səfərdir bu tədbir keçirilir. Ümid edirəm bu tədbirlərin sayı getdikcə həm çoxalar, həm bütün əraziləri daha tez-tez keçirilər, gənclərimiz də maariflənər. Adını çəkdiyimiz zərərli vərdişlərdən hamı bir nəfər kimi uzaq olar inşallah. Çox sağ olun. Sağ olun, Nurlan müəllim. Sağlamlıq, başqa sözlə desək sağlam can insana verilir ki, onu qoruyasan. Bəzilərimiz isə bizə borc olaraq verilmiş canı qorumaq əvəzinə onu zərərli vərdişlərlə məhv edirik. Zərərli vərdişlər sağlamlığa qəsddir. Amma bir yer var ki, orada hamımız dayanırıq. Bax, o zaman bəzən çox gec olur və düzəldiləcək heç bir şey qalmır. Belə, əziz izləyicilər, Ağsaqqal sözü verilişində bir sayının da gəlib sonuna çatdıq. Ekran qarşısında əyləşən izləyicilərimiz üçün bir daha xatırladım ki, bugünkü verilişimizi Çiçin İnzibati Ərazi Dairəsinin Təngialtı kəndindən hazırlamışdıq. Auditoriyamızda elə həmin inzibati ərazinə daxil olan kəndlərin sakinləridir. Qonaqlarım Quba rayon Ağsaqqallar Şurasının sədr müavini, əməkdar jurnalist Qəhrəman Qasımov, Rizvan Zəbralov adına Təngialtı Kənd Tam Orta Ümumi Məktəbinin direktoru Nuranə Mustafayeva və Çiçin İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Nurlan Orucəliyev idi. Sağ olun, sağlıqla qalın. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə Tanrı sizi qorusun.